Deməli, mən bura tapşırığı əlavə eləmişəm bu arada lesson 13-ə. Qrupda da yazacağam. API First Documentation. Onu nümunə mən qoymuşam. Yəni yazmışam burada, linkdə qoymuşam ki, nümunəyə baxıb eləmək üçün. Ona baxıb çalışarsınız eləməyə. Deadline qoymamışam. Haçan bitirsəz, bitirərsiniz. Birinci bu şeyləri API bitirək. Ondan sonra köhnə tapşırıqlardan da qalıb təhvil vermədiniz bu flowlar, sekvens diaqramlar, bu API-ları da gətirərsiniz. Bu onsuz da Word-də yazılası şeylərdir. Həm də nümunə də qoymuşam necə yazmaq lazımdır. Biz harda qalmışdıq? Axırıncı dəfə. JSON, REST API, parametr tipləri, query. Bunu danışdıq da biz parametr tipləri, query, pass. Keçən dəfə harda qalmışdıq? Hərmixamdən baxa bilərsiniz. Biz keçən dəfə harda qalmışdıq? Şeydən girib prezentasiyadan. Neçənci prezentasiyadır? Görün göstərir. Yoxsa sizdə göstərəcək, göstərməyəcək görürsən. Prezentasiya. Gördüm, bilirsən, bu dəqiq baxın. Deməli, dedik ki, JSON obyektimiz var. Yəni bizim API-da sorğuladığımız məlumat JSON formatında gəlir. Daha çox yəni JSON istifadə edirlər. Və burada key value pairs, yəni dəyişən və onun dəyəri cütlüyü. Baxın, burada first name yazılıb anar, age 32, is man true, profession developer. Ümumiyyətlə sistemlər bir-birləri ilə bu dildə danışır. Dəyər, dəyişən, dəyər, dəyişən. Səsim yaxşı gəlir Nərmin xanım? Bəli, bəli. Dəyər, dəyişən. Yəni dəyişən first name-dir, yəni dəyişən də bu dəyişkəndir, elementdir. Onun dəyəri anardır məsələn. Yəni adamın baş adı, öz adı anardır. Yaşı 32, izmən, yəni kişidirmi, true dəyərini alıb. İndi biz bu qarşıda bu dəyərləri keçəcəyik. Məsələn 32 hansı dəyərin tipidir, anar dəyərin hansı tipidir, developer sözü dəyərin hansı. Bunlar string formatdır. Digəri booleandır, true false booleandır. Bunların adları var. Bunları keçdikcə öyrənəcəyik. Person obyektində qeyd olunan qaydalara əməl edilmişdir. Yəni 2 nöqtədən solda first name key, sağda anar isə value-dur. Yəni key və value bu prinsipə uyğun olmalıdır. Biz analizə götürdüyümüz API-larda və yaxud analiz etdiyib verdiyimiz developerə belə də API verə bilmərik də, anarı qabağa qoyaq, first name-i sonraya. Yəni mütləq şəkildə dəyişən solda, onun dəyəri sağda olmalıdır. 2 nöqtədən sağda. Keys və value, bəli. İstəyirəm Orxan bəy deyə qəbul edeyim də məni. Hə, yaxşı. Axşamınız xeyir Orxan bəy. Eşidirsiniz bizi? Orxan bəy. Səsi gəlmir. Nəysə. Dəyişən və onun dəyəri cütlüyü prinsipini qoruyaraq deyirik ki, dəyişən 2 nöqtədən solda, onun dəyəri 2 nöqtədən sağda. Hər biri dırnağın içində olmalıdır. Bu elementlərin yazılış qaydasını bilməyimiz ona görə lazımdır ki, səhər postmanda test eləyəndə olur da dırnağın biri düşmür, o bracket mötərizənin biri düşmür. Biz bilək ki, bu xəta nədən gəlir? Yəni düzgün olsun yazılış qaydası. Necə ki biz yazıda hərflər yazırıq, Azərbaycan dilində yazırıq, orfoqrafik, orfoepik qaydalar var. API-nin də öz dilində öz qaydaları var. Keys və value bir-birindən 2 nöqtə ilə
ayrılır. Key value cütlüyü bir-birindən vergüllə ayrılır. Hər bir obyekt fiqurlu mötərizənin, yəni bu bracket mötərizənin açılması ilə başlayır və onun bağlaması ilə qurtarır. Yəni qaydalar budur. JSON obyektləri dictionary-də. Dictionary ümumiyyətlə nədir? Tez-tez eşidəcəksiniz bu sözləri. Front və backend arasında dictionary adlanan bir termin var. Bu o deməkdir ki, tutaq ki, biz hər dəfə səhifəyə daxil olanda bir lüğət olur. Yəni bu bazada saxlanan bir belə deyim məlumatdır. Dictionary adından da göründüyü kimi lüğət deməkdir. Yəni biz deyə bilərik ki, tutalım bizim bir dənə web page'imiz var. Orada biz saxlayırıq iş yeri haqqında məlumatları. Məsələn, hərbiçi, tip, nə bilim güc nazirliyi, bunlar bir strukturlardır da. Ola bilər ki, bizim web page'imiz bunu özündə saxlasın. Yəni bir kataloq deyim. Yəni səhifəyə daxil olan kimi o statik məlumat kimi həmişə çıxmalıdır və biz onun içərisindən seçim eləməliyik. Buna dictionary deyirlər. Məsələn, hər bir bəzi obyektlər dictionary-də saxlanılır. Səsim gəlir indi. Bəli, indi gəlir. Biz keydən istifadə edib dəyəri tapırıq. Siz bizə eşidirsiniz bəs? Bəli, eşidirəm. Sağ Biz key... problem vardı. Tamam. Biz keydən istifadə eləyirik, dəyəri tapırıq. Lüğətdə olduğu kimi sözü yazıb onun mənasını axtarırıq. Nümunə, bank key və mobil tətbiq üzrə istifadəçi sayı value-dur. Tutalım, baxın buradan bu hissəyə. Diqqət yetirin. ABB tutalım 1 milyon, Yellow 600 min, Capital 1 milyon. Məsəl üçün. Deyək ki, bu bir dəyərlərdir də, düzdür. Sol tərəfdə bankların adlarıdır, sağ tərəfdə onların tutalım illik satışıdır. Bu dictionary-də saxlayırıq biz bunu. Bazadan götürürük bu məlumatı. Dictionary budur. JSON arraylər listi itemlarda. Deyək ki, məsələn, Anarın hobbisi də var. Biz onu person obyektinə əlavə eləməliyik. Onun hobbisi video oyunlardır. Gəlin obyektə key value əlavə eləyək. Baxın, bu obyekt, yəni bu mötərizədə başlayıb bu mötərizədə bitən obyektdir. Bu customer obyektidir, müştəri deyək ki, adamın öz obyektidir. Yəni obyekt nə deməkdir? Yəni adama aid olan bütün məlumatlar bu mötərizələrin içərisində olmalıdır. Yəni first name Anardır, age 32-dir, izmən true'dur, profession developerdir, hobbies video games'dir. Desək ki, tutalım Anarın iş yeri haqqında məlumat, ayrı bir obyekt açılır. Anar bir obyektdir. Anarın şəxsi məlumatları bir obyektdir. Anarın iş yeri ikinci bir obyektdir. Anarın MKR məlumatları üçüncü bir obyektdir. Anarın nəyi deyim, kredit tarixçəsini dedikdə, Anarın bankdakı məlumatları dördüncü bir obyektdir. Məsəl üçün, debit kartı, depoziti və s. Göründüyü kimi biz burada bir problem yoxdur. Bax, görürük. Anar, 32 yaş, izmən true, profession developer, hobbies video games. Baxın, burada 3-4 dənə fərqli hobbilər yaza bilərik. Tam video games, kompüterlər, developer olmağı, professional və digər məsələlər. Array dəyərlərinin listidir, siyahısıdır yəni. Array deyəndə həmişə onu yadda saxlayın. Bracket mötərizənin içərisində olur. Key value pair cütlüyündən ibarətdir və dəyərlərin listidir. Proqramlaşdırma dillərində istifadə olunan array anlayışı ilə eynilik təşkil edir. JSON-da array vergül ilə ayrılmış dəyərlər toplusundan ibarətdir. Görürsünüz, vergüllə ayrılan dəyərlər toplusudur bu. Array'in hazırlanması üçün qaydalar. Array düz mötərizənin açılmasından başlayır, düz mötərizənin bağlamasından bitir. Array'dəki məlumatlar vergüllə ayrılır. JSON nested, including objects in arrays and arrays in objects. Yəni, obyektin içinə daxil olan bala obyektlər, belə deyim, və o array tipində olmaq onun. JSON-da bir-birinin içində obyektlər və arraylər ola bilər. Yəni, qarışıq struktura malik ola bilər. Məsələn, biz obyekt içində obyekt yarada bilərik. Dedik, person object 1 var, düzdür, onun içində object var. Deyə bilərik ki, anar bir obyektdir, anarın şəxsi məlumatları və iş yeri məlumatları isə onun içərisində olan obyektdir.
daxil olan obyektlər əreylərdə və əreylər obyektlərdə. JSON nested object in object deyirlər buna. Məsəl üçün, baxın, success true query yazıb, görürsünüz, success true-un içində bir dənə də mötərizə açıb. Query nədir? From euro to AZN. Bu exchange-dir. Exchange əməliyyatıdır. Görürsünüz, bir dənə də info date açıb içində. Success mesajının içində bir dənə query açıb və deyib ki, evrodan AZN-ə 100 manatı çevir. Görürsünüz, obyektin içində obyekt açıb. Deməli, deyək ki, onlarla yanaşı Ayan və Ozal üzərində eyni məlumatları yaratmalıyıq. Bunun üçün nə etməliyik? Yəni, bu formatda. Yəni, baxın, sağdakı görürsünüz, dəyişən dəyər. Nədir bu? Dəyişən dəyər yaradılmışıq da. Person object 1, person object 2, person object 3. Bayaqları görmüşdünüz burada, bax, bu şəkildə. Anar yazmışıq, 3 dəfə təkrar eləmişik. Belə düzgün deyil də. Optimal variant nədir? Anar bir dənə olsun. Bu adamın hobbiləridir də. Bir də anarı hər dəfə niyə yazırıq ki? Hobbilərini bir obyektin içərisinə toplayaq. Elə bil ki, qarmon kimi yığdıq. Gördünüz necə bir şey düzəltdik. Yəni, arraylər onun üçün lazımdır ki, bir obyektdə o aid olan, vergüllə ayrılan bir neçə məlumatı özündə saxlasın. Deyək ki, Nərmin xanımın ipotekası var, nağd krediti var, bank krediti var. O nəyin içində olacaq? Kim cavab verər? Məsəl üçün, onun MPL məlumatlarını ayırsaq, Nərmin xanım, orada hamısını yığmaq olar da arda-arda. Aysan, bax, belə olacaq da, məsəl üçün də burada yazaq. Kodunu silək. Belə olacaq, tutalım. Mötərizəni açacağıq. Deyəcəyik, tutalım. Dırnağın içində. Customer. 2 nöqtə. Yenə dırnaq. Narmin. Sonra vergül. Tutaq ki, ikinci məlumatda olacaq credits. Credits. Dırnağı bağlayırıq. 2 nöqtə qoyuruq. Array'i açırıq. Yazırıq burada. Bırıcıbı. Məsəl üçün. Belə. Dırnağı bağladıq. Tutalım, yazırıq. GTKR, nağd kreditdir də. Gündəlik tələbat krediti, neçələr, bağladıq. Sonra bir dənə də ipoteka. İpotekalar nətər yazılır? İPT. İpoteka. İPTK. İPTK. Bu da bunun kodu məsəl üçün də. Şo. Kreditçisi Nərmin xanımın kreditlərini yığdıq əriyin içinə. Ərik bunun üçün lazımdır ən əsası ki, bir adama lazım olan bir neçə məlumatı saxlayaq bir yerdə. Gördüyünüz kimi, baxın, nested obyektlər necə olur? Məsələn, anardır, 32 yaşı var, kişidir, profesiyası, yəni sənəti developerdir, hobbiləri bunlardır. Görürsünüz, yığdıq. Sonra hobbiləri hiking, reading, Ayan, Ozal. Görürsünüz, 3 dənə fərqli customer, 3 dənə fərqli hobbilərin ərreyləri. Yəni, bu qısaltmaq üçündür. Belə yaxşı olmazdı da, düzdür. Hər dəfə anarı yazaq, bir dənə hobbi əlavə eləyək. Ona görə də ərrey adlı bir termin gəlib ortalığa ki, bir yerə yığsın hər şeyi. Array göstərilsə də yalnız bir obyekt vardır. JSON-əsi send read request body. Baxın, burada array göstərilib. Amma array'in içində bir dənə obyekt var da. Email və name. Baxaq. Bununla, yəni bracket mötərizə ilə yox, kvadrat mötərizə ilə başlayır ərreylər. Məsələn, margarita kokteyli necə hazırlanır? İnqridiyentləri 50 mg məsəl üçün tequila, 100% nə bilim falan filan. Bunun tərkibidir də, ingredientləridir. Görürsünüz, yazıb instruction. Add all ingredients into a shaker with ice, shake and strain into a chilled cocktail glass. Görürsünüz, instruction da yazıb. Ondan sonra ingrediyentlərin ikisini yazıb və instruction yazıb. Necə eləmək lazım? Belə-belə gedir. Yəni, hər dəfə ingrediyentlər olanda bir array obyekt açır və o içini doldurur ondan. Burada nə üçün fiqurlu mötərizə ilə başlaya bilmirik?
İndi baxırıq ona. Çünki bu nested objektdir. Nested objektlər həmişə array ilə başlayır, yəni kvadrat mötərizə ilə başlayır. Və dəyərlərin sıraladakı yeri vacibdir. Yəni hamısını bir-bir sırayla yazmaq lazımdır. Baxın, first name yazırıq anar, age 32, is man true, profession developer, hobbies, video games, computers, music. Dəyərlərin sıraladakı yerinə baxırıq. Yenə bax burada da eyni cür yazılıb. Yəni həmişə səliqə ilə yazılmağa fikir verin. Görürsüz, bracket mötərizəni açmışıq, persons yazmışıq, yenə bracket mötərizə, ikincini bağlayıb bunu açmışıq. Yəni personsdan sonra bracket mötərizə ilə açıb işləmək olur. Yəni bunu təkcə kvadratda eləyir, digərini isə fiqurlu mötərizədə açırıq. Baxın, görün indi bu JSON düzdürmü? Yəni düzgünmü açılıb mötərizələri? Bax, bir dənə bracket mötərizə açılıb, success true, ikinci açılıb, bağlanıb, açılıb, bağlanıb, açılıb. Düzgündür sizcə bu? Nə çatışmır burada? Üçdə açılma görmədim axı müəllim xanım. Bax, elə bil ki, bu bununki budur. Bununki budur, bu da bu yuxarıdakı. Necə? Date'in qabağında da bir dənə açılmalıdır. Date'ə baxın. Date'in qabağında açılıb əslində. Yox, açılma yoxdur axı. Burada banır rate. Mən də onu dedim əslində. Date'in qabağında Sağ olun. açılıb. Infon qabağında var, date'in yoxdur. Hə, date'in qabağın. Date'də açılıb resultdan sonra da 2 dənə mötərizə ilə bağlanmalıdır yəqin. Ay, son bir o. İkincisi bir də burada vergüllər olmalıdır. Görürsüz, yazmayıb vergülləri. Hə. Resultdan sonra niyə 2 dənə olmalıdır? Onu başa Bir düşmədim. başdakını bağlayırsan, bir də date'i bağlayırsan. Bu indi məsəl üçün bax, bu başdakı bağlanıb bundan. Amma Aha. date üçün açılmayıb. İkinci açılmalı idi və Aha. bağlanmalı idi. Bir də Aha. bura vergüllər yoxdur. Bir də bax görürsüz amountun 100-ü elə belə yazıb. Belə yazmaq olmaz heç vaxt. Dəyər dəyişən cütlüyü dırnaqların içində olmalıdır. Bu soldakı dırnaqdırsa, bu da dırnaqda olmalıdır. Və bu da səhvdir. Bir də hər dəfə məsələn dəyər dəyişən key value pairsdən sonra vergül qoyulmalıdır. Heç o birisi dırnağı yoxdur müəllim xanım. Timestamp'in Hə, bax qabağında. bunda dırnaqlar olmalıdır. Bax bunda dırnaq. Bu səhvdir. Rəqəmlərin dırnağa ehtiyacı var ki, o ancaq Hə. Bütün dəyərlərin dırnaqda Simvol kimi olmalıdır. hamısı olur da yəqin. Hə. Deyə bax, dəyər belə olmalıdır. Bax, məsələn, rəqəmli olan birini göstərim. Düzgün variant budur. Yəni onun hansısa biri olmayanda, o oxumur, hə? Məlumatı gətirmək olmur. Niyə yaşda məsələn 32-də şey qoyulmayıb baxın. Amma Dırnaq olmalıdır. Dırnaq olmalıdır. Mən elə bilirdim o şeylərdə olmur. Yəni rəqəmlərdə olmur. Mətndə mütləq lazımdır. Ona görə deyirəm. Hə, qoymaq olar, olmaya da bilər. Nə dediniz Nərmin xanım? Deyirəm, tutaq ki, bunun vergülü yazmadıq. Hə, məsəl üçün vergülü yazmadıq da, bax belə bir şey. Onu da oxumur, hə? Onu tapmır məlumatı. Error qaytaracaq. Deyəcək ki, sən səhv vermisən məlumatı. Tutaq ki, bir dənə nəyisə sorğulayaq. Bu biraz SQL oxşuyur, hə? Hə. Biraz da, çox yox. Bəzi Run. kodlar onun kodudur. Request parameter error example. Gözləyin, göstərim. Deyə bax, belə error verəcək. Kod missing parameter deyəcək request. Deyəcək hansısa parametri unutmusan. Şuradan biləcəyik ki, biz səhv eləmişik nəyisə. Deməli, harda qaldıq? Səhv yazılışda. Hə, arxadayıq. Deməli, burada neçə dənə array var? Kim deyər? Əri, 3 dənə. Bəli, 3 dənə. Yox. 1, 2, 3 3, dənə. 3 dənədir. 3 dənədir də. 1, 2, Hə. 3. 3. Hobbiesdir. Bir də bunun özü var bütövlükdə. Bu da nəyinsə içidir. Bu da 4.
Özünün içində 3 dənədir. Bir də özü də ərri idi, 4. Çünki kvadrat mötərizəyə görə. Bəs burada neçə obyekt var? 3. 1, 2, 3. Hə, çünki niyə obyektlər bu birisi fiqurun mötərizədə olur? Ona görə 3 dənədir. Nə üçün developer sözünə dırnaq işarəsi var, amma 32 rəqəmində yoxdur? Bayaq Orxan bəyin dediyi kimi. Dəyər rəqəm olanda dırnağı qoymamaq da olar. Dəyər hərflə olanda dırnaq qoymaq lazımdır ki, sistem onu başa düşsün. Rəqəmləri sistem başa düşür. 32-32-dir, nə bilim 43-43-dir, amma anardır, hərflərdir, o simvollardır, onu mütləq şəkildə dırnaqda qoymaq lazım ki, sistem onu qəbul edə bilsin. JSON data tipləri. Baxın, bunu deyirdim. JSON data tipləri type for value, type for structure-a görə 2-yə bölünür. JSON-ın 2 cür strukturu var. Obyekt tipli data və array tipli data. Dəyişənlərin növləri isə 4 cürdür. String, number, boolean, null. String nədir? Number nədir? Boolean nədir? Null nədir? İndi gəlin ona baxaq ki, bunlar nədir? Gəlin baxaq, data tipi string. Data tipi string hansıdır? Data tipi string olanlar tək və ya cüt dırnaq işarəsinin içində olur. Biz API-də cüt dırnaq istifadə edəcəyik. Rəqəm, hərf, xüsusi işarələrdən ibarət olur. Boşluqlar nəzərə alınır. Nümunədə göstərilənlər stringdir. Bax, bunların hamısı stringdir. 32 də stringdir. Anarda true yox. Developer-də stringdir. 32 string deyil axı. Nədir bəs? Çünki simvol deyildi, o rəqəm deyil axı. Hə, rəqəm də olar, hə, sorry. Elə bildim rəqəm olmaz, ancaq text formatda. Yo. String rəqəm də ola bilər ki, amma integer məsələn ancaq rəqəm Natural olmalıdır. Integer natural deyildi. Siz SQL ilə şey eləyirsiniz, səhv. Integer natural rəqəmlərdir. Longlar şeydir, nöqtə ilə, vergüllə o tam ədədlər falan olur. Məsəl üçün, siz yaza bilmərsiniz ki, developer integer. Amma 32 həm integer yaza bilərsiniz, həm də string yaza bilərsiniz. String yazsaz hamısını götürür də, həm longu götürür, həm şeyi götürür. Yəni string ümumidir. Həm tamdan, həm 0,5, həm faizdən. String yazmaq ən rahatıdır. Yaxşı, onda number-la stringin fərqi nə olur? Number integerdir da. Number-la stringin fərqi ondadır ki, stringlər number ola bilər, amma numberlar string ola bilməz. Number-da ancaq rəqəm yazmalısan. Bildim, yəni onu demək istəyirəm ki, yəni stringdə var number deyə bir də ayrıca number niyə açırıq? Bu da bir dəyərin növüdür də. Yəni elə dəyərlər var ki, ancaq ədəd alır, ona string yazmırlar, number yazırlar. Çünki string hər şeyi cover edir. Adi məsələn SQL-də də var da, orada da deyəsən data tipləri var ki, məsələn natural ədədlər ayrıdır, rəqəmlər ayrıdır, yazılırlar. Siz özünüz bilirsiniz də, düzdür, data tiplərindən. Orada da yenə elə bir dəyişən var ki, məsələn string tipli hər şeyi qarşılayır da. Nə istəyirsən rəqəm yaz, nə yazsan, bir dənə string yazsan tanıyır. Amma eyni zamanda number və digər dəyər tipləri də var. Aha, data tipi number. Number müsbət və mənfi ədədlərdən ibarət olur, dırnaq işarəsi olmur. Yəni istəsəz yaza da bilərsiniz, amma yazmamaq da olar. Nümunədə göstərilən numberdir. Yəni 32 numberdir. Mənfi 32, müsbət 32 hamısı numberə daxildir. Boolean nədir? Boolean üzrə yalnız 2 dəyər olur: true və false. Dırnaq işarəsi olmur. Nümunədə göstərilən booleandır. Booleanlarda dırnaq işarəsi olmur. Ehtiyac yoxdur booleanda dırnaq işarəsi qoymağa. Dırnaq yalnız stringlərdə olur. Üzr istəyirəm Nərmin xanım. İndi bir dənə mənə verirlər elə bir sualdır. 32 yazıblar. Deyirlər stringdir yoxsa numberdir. Mən hansına cavab verim? 32 number. Amma digərində stringə də aid eləyir ya. Hə, yəni mən onu demək istəyirəm ki, dokumentasiyada yazsaz ki, string, siz onu demək istəyirsiniz ki, yəni bu dəyər, yəni age
dəyərinə numberdan başqa tutalım ki 32 yaş 5 ay yaza bilərsiniz də 32.5 məsəl üçün. String o deməkdir ki, yəni bu dəyər təkcə number yox, həm də digər şeylər. Yəni bu amma number yazsaz o deməkdir ki, age tamla falandan rəqəm yazılmayacaq. Age həmişə number yazılacaq. Başa düşdüm. Hə, tamam, indi bildim. O dəyəri tanımaq üçün. Tam ədədlərdir. Onda number deyəndə tam ədədlərdir. Dəyəri tanımaq üçün. Yəni əgər siz dokumentasiyaya yazsaz ki, tutaq ki, belə qabağına dokumentasiyanı açın bir dəqiqə. Məsəl üçün burada var fielddə request example. Məsələn, response Hayda, yaza bilmirəm bura. Nəysə, bura yazsaz ki, görürsünüz dəyərin tipi field. Yazsaz age tipi number, siz ona heç vaxtı 32.5 göndərə bilmərsiniz. Çünki developer onu number kimi tanıdacaq sistemə. Siz ona 32-yə 32.5 göndərəndə error alacaqsınız. Deməli, null data tipi nədir? Məsələn, first name Anar, age 32, izmən truth, profession developer, hobbilər, video gamelər, video oyunlar, kompüterlər, music, job statusu null deyə bir dəyər gəldi. Null nədir? Value kimi təyin ediləcək dəyərin məlum olmadığı vaxtlarda istifadə olunur, yəni bilinmir. Az hallarda istifadə olunur, dırnaq işarəsi olmur. Burada da nümunədə göstərilən nulldır. Yəni məlumat gəlməyib. Bəzən məsələn bəzi cədvəllərdə SQL-də görürsünüz ki, null dəyər var da. Yəni bu dəyər müəyyənləşməyib, null gəlib. Siz məsələn SQL-də cədvələ yazsınız is not null, onda query sizə null olan dataları, sətirləri çıxır. Is not null yazdığınız üçün dəyərli, yəni dəyəri qarşısında olan nulldan fərqli dəyişənləri, dataları gətirib göstərir sizə. Deməli, burada persons nədir? Key'nin value'sunun, yəni dəyəri obyektdir. Görürsünüz, persons, biz nə keçdik qabaqda? Key, value cütlüyü. Amma görürsünüz, persons'un qabağı yoxdur. Qabağını görürsünüz, mötərizə açmışıq təzəyə. Deməli, persons'un dəyəri bu aşağıdakı array'dir. Obyektdir, yəni. Person key'nin value'su dəyəri array'dir. Baxın, bir neçə dənə array var burada orada. Data tipləri ümumilə proqramlaşdırmaq xeyli sayda məlumat növləri var. Bizə lazım integer, decimal, dates, custom types. Gəlin baxaq, bunlar bir-bir nədir? Integer müsbət və mənfi ədədlərdir, numberdir, yəni. Biz dokumentasiyanı yazanda yazırıq age, qabağından tipi integer, tam ədədlər olmalıdır. Desimalda kəsr ədədləri olur. Mötərizədən kəsirdən əvvəl və sonra neçə rəqəm olmalıdırsa göstərin. Desimal 4.2 yazırsa, ya kəsirdən əvvəl 4 rəqəm, sonra 2 rəqəm ola bilər. Bunlar hamısı API yazanda developerin o dəyişəni tanımasıyla əlaqəlidir. Çünki developer bu kodu yazanda bir-bir bizim dokumentasiyamızı, hansı ki tapşırıq vermişəm sizə, tipini yazın, dəyişəni yazın, bir-bir analiz eləyin də bu dəyişənləri. O sistemə tanıdır, yazır, tutalım filan dəyər filan cür olacaq, filan dəyər filan cür olacaq ki, sistem onu tanısın, sistem onu müəyyənləşdirə bilsin. Sistemə age 32.5 gələndə error qaytarsın ki, sən yaşı düz yazmamısan. Biz sistemə tanıtmışıq ki, bu number'da ha, məsəl üçün. Əsasən məbləğlərdə göstərməsən exchange var idi, bayaq 100 manat. Məsələn, o məbləğdə. Nümunədə göstərilən desimaldır. Görürsünüz, balans 10 manat 56 qəpik. Bu desimaldır. Dəyərin tipi. Data tipləri date. Date nədir? Məsələn, görürsünüz, last transaction 17-si 12-ci ay 1982-ci il 17-15-53. Burada da tarixlərdə DD, MMYY, yəni gün, ay, il ola bilər və yaxud ay, gün, il ola bilər. Bunu da biz göstəririk ki, həmin o göstərdiyim dokumentasiyanı yazanda ki, bizim data tipimiz necədir? Yəni, gün, ay, ildimi, yoxsa ay, gün, ildimi? Bunu dəyərini yazmalıyıq ora. Enam nədir? Enam enumerated listi mümkün dəyərləri göstərir. Əgər profession üzrə bizim mümkün 3 dəyərimiz olarsa, developer analyst QA bu enamdır.
Yəni görürsüz hobbies enamdır. Siz yazanda ki hobbies qabağından enam, o developer başa düşəcək ki, bu bir neçə dəyər ala bilər. Data types custom xüsusi dəyər olduqda, proqramçıya və auditoriyaya aid termin olduqda bunun dəyəri məsələn IBAN. IBAN hər yerdə istifadə olunan bir şey deyil də. Xüsusi formalaşmış bir alqoritmi var. Hər dəfə dəyişməyi fərqlidir. Hər dəfə artımı fərqlidir. Məsəl üçün IBAN başlığı 4101 001 4104 00 neçə. Məsələn biz bankda işləyəndə 4101-lər fiziki şəxs hesablarıdır. Yəni bunun formalaşmasının özünün xüsusi maliyyə modeli var ki, başlıqda kod tutalım fiziki şəxs və ya hüquqi şəxs olmağına görə olur. Arxası tutalım filialın kodudur və yaxud məsələn 944 yazıb ortada o valyutadır. Orada 820 ya 800 neçə olmalı idi. O olsa tam evro hesabı idi bu. Tutaq ki bu evro IBAN idi. İB azdakı özünə məxsus koddur. Buraya qədər sual var. Yoxdur. Data type'ları müəyyən etməkdən savayı həmçinin parametrlər üzrə minimum, maksimum və olduğu təqdirdə icazə verilən dəyərləri göstərməliyik biz. Bizim vəzifəmiz proqramçıların işini tam rahatlaşdırmaq, dəqiq tələblər verməklə sonradan yaranacaq qarışıq situasiyaların qarşısını almaqdır. Yəni biz nə cür dəqiq verməliyik ki, o API ona, yəni bu da işlədici formalaşır da, o artıq düzgün yazsın. Sahələr üzrə tətbiq olunan məhdudiyyətləri mütləq göstərin, çünki onları sizdən yaxşı bilən olmayacaq. Çox vaxt nə proqramçılar, nə məhsul komandası, nə də QA komandası bu məhdudiyyətləri düzgün təyin etmir, testləşdirmir. Nəticədə əsas mühitdə istifadəçi kobud səhvlərlə qarşılaşır. Hər parametrin maksimum və minimum dəyərlərini göstərməyə bəzən ehtiyac olmur. Məsələn, booleanda yeganə seçimlər true və false-dur. Bu səbəbdən burada maksimum, minimum göstərməyə ehtiyac yoxdur. Bu enam məsələn göstərməyə ehtiyac yoxdur maksimum, minimum. Orada yəni mümkün dəyəri onsuz da yazırıq. Amma məsəl üçün ad da maksimum, minimum dəyər göstərə bilərik. Deyə bilərik ki, ad sistem adı ancaq 35 simvoldan yuxarı qəbul eləməsin. Bu da biznesin tələbidir, yəni onlar qoyurlar. Və yaxud texniki tələbdir. Və yaxud deyir ki, çünki ağzına gələni yazacaqlar, o da sistemə səhv düşəcək. 40 simvolluq ad, soyad olmur da məsəl üçün də. Ona görə 35 simvol yazırıq. Tutalım nömrə 055 242 42 42 oldu. 6 4 10 rəqəm. Deyirik ki, nömrə xanası 10 rəqəmindən artıq dəyər götürməsin. Biz bunu dokumentasiyada description, yəni təsvir bölməsinə yazırıq ki, 10 dənə dəyər ala, 10 simvol götürə bilir. Tutalım biz frontend üçün API yazmalıyıq. İstifadəçi şəxsiyyət vəsiqəsi nömrəsi göndərib istifadəçinin ad və soyadını ala bilməlidir. Bu halda qaydadan cavabda key value cütlüyünü necə təyin edəcəyik deyək. Baxın, bir də təkrarlayım. Fronta API yazırıq, şəxsiyyət vəsiqəsi nömrəsi göndərib istifadəçinin ad və soyadını ala bilməlidir. Bu halda qaydadan cavabda key value necə təyin edəcəyik? Yəni necə yazacağıq bunu? Tutalım, request-dir. Burada yazmayaq. Burada yazaq. Kart. Request tutalım, request-i budur da. Deyirik. Mötərizəmizi açırıq. Deyirik serial seriyası. Dırnaq qoymadım. Serial AA vergül number 2 123 məsəl üçün. Number budur. Bu şəxsiyyət vəsiqəsinin seriyası və numberidir. İndi bunun responsu necə olacaq? Deyin. Necə olacaq responsu? Vəsiqənin seriyasını göndərib necə yazılacaq? Dırnaq açacağıq, name yazacağıq. Sonra neyəcək? 2 nöqtə. Adını götürmə seçildim. Məsələn, Nərmin.
Sonra surname. Sonra vergül, sonra surname. Sonra da çox gəlir. Data da ola bilər, doğum tarixi çıxa bilər. Hə, Düzdür? məsələn biz istədik ki, biz sadə API istədik. Dedik ki, şey olsun. Ad və soyadı gətirsin. Görürsüz, name, surname belə olacaq. Bu backdən gələcək. Məsələn, frontda da olacaq ad, Narmin, məsəl üçün. Soyad, Karimova. Frontda belə görsənəcək bizə. Backdən göndərdiyimiz data. Çünki front ucu developer bunu yazacaq. Name'i ada mənimsət, surname'i də soyada mənimsət. Gördünüz və belə bir data olacaq. Boolean dəyər hansıdır? String hansıdır? Number hansıdır? Deyin görək. Booleanlar nə hansıdır? True false-da. Ay, sağ olun. True, false boolean dəyər. String ilə number deyil. Bəs array nədir? Dəyərlər listi. Ay, sağ olun. Gəlin baxaq request example-lar, sorğu nümunəsinə. Biz keçdik resursun təsviri, endpoint, metodlar, parametrlər. İndi gəldik çatdıq sorğu nümunəsinə. Sorğu nümunələrimiz endpoint daxil olmaqla istifadə edilmiş parametrlər konfigurasiyasını göstərir. Sorğu nümunəsi adətən bütün mümkün parametr konfigurasiyalarını göstərmir, amma mümkün qədər parametrlər göstərmək lazım. Məsələn, açırıq bunu. Görürsünüz, bir API-dir. Yazıb API-nin endpointini, düzdürmü? Postu, metodu postu. Tutalım, bu neynir? Yazıb burada. Long URL bitlink. Bitlinkin bir URL-idir. Bu endpointdir. Təmin edir konfigurasiya hesabın aylar üçün olan konfigurasiyalarını, daha sonra domeni, DNS və s. Bu kimi konfigurasiyalar təmin edilir. Görürsünüz, burada C URL-i var. Gəlin biz bunu kopyalayaq. Burada var Node, Browser, Go, Python. Python kodunu da yazıb. Bunu götürüb yapışdıra bilərsiniz. Python'da işlədə bilərsiniz. Biz götürürük bunun C URL-ini. Kopyalayıq. Ctrl-A. Oy. Burada kopyalaması şey yoxdur. Command C məsəl üçün. Command O eləyirik. Burada C URL-i yapışdırırıq. Import eləyirik. Düşdü. Görürsünüz, düşdü. Request. Sender görə işləyəcək. 403 forbidden işləmir bu. Görürsünüz, özü səliqə ilə yapışdırdı bura. Gəlin baxaq indi bura ki, biz nə etmək istəyirik. Hə. Request example-ı gördük. Baxın, belədir. Screen-i də qoymuşam burada. Biz URL götürüb oradan request example-a baxa bilirik. İndi gəlin başqa request example API layer marketplace currency data API. Məsələn, buraya yazırıq. Open currency API for testing. Exchange eləmək üçün API axtaraq görək. Məsəl üçün bu. Görək, bunu işlədə biləcəyik. Command C. Aha. Bunlar görürsünüz, hamısı nədir? Endpointlərdir. Time series, currencies. Və görürsünüz, bu bayaq deyirdim, dictionary. Dictionary budur. Göstərib ayet dirhəmdir. Bu Əfqan puludur, nədir? Odur. Tutalım. AZN var, görək burada. Azərbaycan manat. Görürsünüz, dictionary. Bu dəyişən, bu da dəyəri. Bunun göstərib. Cryptocurrencies. Məsələn, kriptovalyuta var burada. Ondan sonra convert var, çevirmək. Görürsünüz, burada yazıb hamısını. Necə çevrilir? Məsəl üçün, mən buraya yazıram $10. Çox üzr istəyirəm, bir dənə zəngə cavab verim.
Gəlin bunu CURL currency API URL get API key görə burada verir bizə. CURL lazımdır bizə bunun. CURL buradadır bunun command A. Başlayabilir biləcək command A. Send. API key nə yazaq bura? Görürsünüz 401 verdi. Deyir, sənin icazən yoxdur bunun özündən sorğulamağa. Bizə lazımdır bunun. API keyləri. Yazıqlar, URL, documentation. Ctrl F. API key. Keyləri nədir bunun? Komanda. Görürsünüz XML də verilir burada. Həm JSON, həm XML. İndi XML data tipində JSON keçəndən sonra keçəcək. Gəlin buna ilə baxaq. My currency data API. Bunun linkini qoymuşam bura. API layer currency data API. API layer currency data API. Aha. Sign up. Ad istəyir burada. Neysə. Free yazaq. Niyə Google-dan keçmək yoxdur qeydiyyatdan? Bunu götürmür bu. Gəlin buradan əlindən yazaq. Endpointimizi götürək. Getdi də, düzdür. Həmişə fikir verin, bura enter düşəndə onu silin. Sonra şimdi bunu çağıraq, send. Üstü vermiş. Neyse.
Deməli dedik API keyimiz olmalıdır bunu çağırmaq üçün. Yəni bunu verəcəklər bizə developerlər özləri. Prettify JSON with URL. Bu da bir appdir, hansı ki JSON düzəldir falan. Yəni biz bundan istifadə edirik. Baxın, belə bir platformadır. Bura yazırıq, JSON düzəldir bu bizim üçün. Səliqəyə salır. Sorğu nümunələrində çox müxtəlif dillərdə hazırlanmış kod nümunələrində kod snippets, yəni rahat bir request formatı olur. Biz bundan istifadə edirik requesti düzəltmək üçün. Bunu göstərmək mütləq deyil, amma göstərilməsi daha yaxşıdır. Yəni, bura linkə girir, stripe code. Görürsünüz, burada göstərilib. Görürsünüz, necə dokumentasiya yazıb. Yazıb create bank account. Bank hesabını yaratmaq üçün source-unu göstərib, key value pairs-i göstərib, update bank account hamısını yazıb. Məsələn, CURL-də də düzdür. Kopyaladıq. Görə işləyəcək bu bizim Postmanda. Çoxsu işləmir. Çünki niyə işləmir? Onların özlərinin şəxsi, özlərinin keyləri var. Yəni icazə vermirlər də onların sorğusunu biz sorğulayaq. Məsələn, Asan Finansı görürsünüz, sorğulayanda sizə məlumat gedir ki, sizin bank sorğuladı. Amma məsələn gəldi 400 bad request hansısa nəsə işləmir, burada düzgün deyil. Send eləyək bir də. Amma gəldi. Görürsünüz, gəldi datası ki, bunu görürsünüz 200 okeydir bu. Bu app name, preload, bu responsdur. Lazım olan bizə respons qayıtdı. İndi baxaq digərinə. Baxın, burada yazıb. Sağ tərəfdə URL, respons. Məsələn, bunu yazmaq yaxşıdır. Biz dokumentasiyamızda çalışıb belə yazmalıyıq. Bu sayt yaxşıdır, siz qəşəng oxuya bilərsiniz. Kopyaladım. Çata atıram, bir yerdə açın, qoyun qalsın sizdə. Sən keçin mesajlar. Qoy. Belə oldu. Daha sonra baxın, back accounts create hissəsidir. Create-də nə göndərib? Bir gəlin baxaq. Create-də göndərib ki, currency, country, customer, fingerprint, last 4 rəqəmli, sonuncu 4 rəqəmi, routing number, status new'dur, Stripe bankın adıdır, account type null gəlib məsəl üçün. Yəni null bu dəyəri göndərsək də olar, göndərməsək də olar. Account holder type company, şirkətdir, holder name, bank account obyektin özüdür. Görürsünüz necə yazıb səliqə ilə hamısı dəyər və dəyişən cütlüyünü. Belə yazmaq lazımdır. Nümunədə göstərildiyi kimi kod snippetslər necə əldə edib sənədimizə yerləşdirə bilərik. Sual budur. Görürsünüz nə yazıb burada? Bizim belə raw datamız var. Yenə baxırıq. Yeni endpointimiz budur. Bu endpoint üçüncü tərəf təşkilatlar, banklar üçün nəzərdə tutulub deyirik. Baxın, burada görürsünüz cütlük, balance, account ID bu, amount 123 manat, currency AZN, credit debit indicator credit, type in term və available, date time burada qabağı, credit line görürsünüz qarşısında, credit line nədir? Array-dir, düzdür. Cavab bu elementlərin data balance, account ID, credit debit indicator, type, date, time, credit line. Biz bunların hamısını bir-bir belə qarışıq yerdən götürüb belə səliqə ilə yazırıq ki, alt-alt olsun. Yəni, baxın, belə CURL hissəsində belə bir göstəririk ki, bu belədir, balansdır, amount-dur, currency-dir, type-dır, date time. Bizə belə bir sorğu göstərsələr, biz dokumentasiyamızda rahatlıqla yaza bilərik. Gəlin baxaq, auto generation request samples-da təşkilatımıza aid olan avtorizasiya məlumatlarından istifadə edirik. CURL header məlumatlar əsasən bir o qədər təkrarlanır. Baxın, burada request header, content type, application JSON-dır. Authorization basic authorization. Biz authorization keçəndə biləcəyik ki, basic nədir, hansı authorization növləri var, yəni hardan keçmək lazımdır. Bax, bunların hamısını keçəcəyik biz.
Görürsüz, request example CURL. Biz də belə bir sənəd yazmalıyıq. Yəni account ID nədir? Hesab nömrəsi. Content type application JSON bayaq dediyimiz kimi. URL endpoint-i görürsüz yazıb. Accounts ID, balance. URL ID-nin yazılış qaydasını keçmişik bir öncəki dərslərdə. Daha sonra fieldləri yazıb. Sender participant kod, məsələn false göndərən təşkilatın kodu, receiver participant kod, qəbul edən təşkilatın kodu, PCO device ID, mobil tətbiqin e-mail kodu və ya web saytın IP ünvanı, consent ID, consent identifikator, consent registration sorğusu zamanı əldə olunur. Gəlin baxaq CURL header və application JSON. Content type göndərilən request body formatını JSON, XML və s. təyin edir. Accept isə qəbul ediləcək formatı bildirir. Görün, baxın, CURL belə yazılıb və CURL-i oxudanda body belə olur. Value type, country party ID, source account ID, amount array amountun içində, obyekt amountun içində amount və currency var. Məsəl üçün description var. Bu köçürmək üçün olan bodydir. Yəni biz köçürürük, pul kart to kart atırıq kiməsə. Görürsüz, o onun nümunəsidir. Raw data belə olmalıdır. Yəni buradan biz bu bitişik hissədən, balansdan biz bu dəyişənləri çıxartıb bilməliyik. Yəni ki, hansı dəyişənlər var. Gəlin baxaq response example-lara ki, nədir? Cavab nümunəsi. Yəni request atdıq, indi cavab nümunələrinə baxaq. Baxın, məsələn, cavab nümunəsi belə olur. Yenə request oxşuyur, amma cavab nümunə requestdə göndərdiyimiz response aldığımız datadır. Response example cavab nümunəsi olub sorğu əsasında qaydan cavab üzrə nümunəni göstərir. Cavab nümunəsi bütün parametr konfigurasiyalarını və ya əməliyyatlarını əhatə etmir, lakin sorğu nümunəsinə ötürülən parametrlərə uyğun qaydan cavab göstərməlidir. Cavabın təsviri cavab sxemi, response sxem kimi tanınır. Cavab sxemi cavabı daha əhatəli, ümumi şəkildə sənədləşdirir. Geri qaytarıla bilən hər bir xassələri ehtiva edir. Dəyərlərin məlumat formatı, strukturu və digər təfərrüatları göstərir. Baxın, bu bir response nümunəsi. Tam request atıblar. Məsələn, customer'ın hansısa bir məlumatı. Görürsünüz, response qayıdıb. Yenə də eyni ilə də bizim bu request parametrə oxşuyur. Niyə yapışmadı ya bu? Bax yazıb. API pass parameter, campaign ID, required'dir, yəni lazımdır, fieldlərdir, exclude fields'dir. Sonra success response görürsünüz, 200 qaydanda ID qaydacaq. Example response görürsünüz, yazıb burada. Example response nə olmalıdır? Type'dır, create time'dır, arxiv URL'dir, resendable, success response'u qeyd edib burada. From name görürsünüz, necə uzundur. Settings, reports, object. Bu da sol tərəfdə də bütün bunun içində olan görürsünüz, burada yazıb. Links nədir? Tipi obyektdir. Görürsünüz, linksin içində digər məlumatlar var. Ona görə bu obyektdir. Linksin içində olan property'lər də burada yazıb ki, stringdir. Error response yazıb. Görürsünüz, 404 not found. Error response-da hansı dəyişənlər var? Type-dır, title-dır, status-dur, detail-dır, instance-dır. Burada göstərib. Biz də belə yazmalıyıq dokumentasiyanı. Hansı ki, göstərməliyik. API sənədləşdirmədə. Body description, field-dir, tipi-dir, required olmalı, description-dır. Field-i yazıb channel. Nədir? Enamdır dəyəri. Enam nə deməkdir? Yəni, array formatındadır, list formatındadır. Channel-ın içində 10 az, card, any page ola bilər. Yəni, bunu içərir. Source account ID yazıb string. Deməli, mətindir bu. Bu nədir? Selected account card by user. Yəni, seçilən hesabdır. Source account ID, əsas, yəni mənbə. Country party ID nədir? Country party identification type selected by user. User tərəfindən seçilən country party-ni göstərir. Görürsünüz, required olmağını true qoyub. Yəni, lazımdır. Burada type country party identification types qoyub. Yəqin ki, bu da enamdır. İçində olanları linklə bildirir. Amount details'dir. Bu da array list formatındadır. Amount details of current object tipindədir. Yəni, current transaction göstərir. Description stringdir. Free text written by user. Yəni, istənilən tekstdir, hansı ki, user tərəfindən yazılıb. JSON məlumatlarını sorğu və cavabda göstərmək API sənədləşməsinin ən çətin hissələrindən biridir. JSON obyektləri sadə olarsa, onların sənədləşməsinin
sənədləşməsi də çox sadə olur. Amma JSON nested olarsa onların sənədləşməsi də çətin olur. Məsələn, bu JSON nesteddir. Bunun counterpartinin içində əlavə bir obyekt var. Amma JSON nested olarsa onların sənədləşməsi çətin olur. Cədvəllər JSON sənədləşdirmək üçün yaxşı vasitədir. Lakin cədvəldə yuxarı səviyyəli və alt səviyyəli elementləri aydın təyin etmək çətin ola bilər. Tooldan istifadə etmirsinizsə, JSON obyekti nisbətən kiçikdirsə, cədvəl yəqin ki, ən yaxşı seçiminizdir. Bugünlük bu qədər olacaq. Əgər sualınız varsa verin, yoxdursa mən dayandırım kaydı və sizə tapşırığı göstərim ki, onu işləyin.